Salam, belə bir suala baxaq. Alkan molekulunda rabitələrin əmələ gəlməsində iştirak edən qeyri-hibrid orbitalların sayı, hibrid orbitalların sayının 60%-ni, ikili karbon atomlarının sayı isə karbon atomlarının ümumi sayının 20%-ni təşkil edir. Bu alkanı beynəlxalq nomenklaturaya əsasən adını müəyyən edin. Demək, bizə ilk olaraq deyir ki, alkan molekulunda, yəni alkanların ümumi formulu CnH2+2-dir. Rabitənin əmələ gəlməsində iştirak edən qeyri-hibrid orbitalların sayı. Alkanlarda rabitənin əmələ gəlməsində iştirak edən qeyri-hibrid orbitalların sayı hidrogen atomların sayına bərabərdir. Yəni 2n+2. Hibrid orbitalların sayı isə 4n-dir. Çünki bütün karbon atomları sp3 hibridləşmə halındadır. sp3 nə deməkdir? Yəni 4 hibridləşmə 4-dür. Karbonun sayına vururuq 4-dür. İndi bizə nə deyir? Qeyri-hibrid orbitalların sayı, yəni 2n+2 hibrid orbital sayının 4-nin 60%-ni təşkil edir. Vururuq 100-ə, bərabərdir 60-a. Buradan n bərabərdir 5. Demək, bizim alkanımızın formulu C5H12 imiş. İndi məsələnin davamında bizə deyir ki, ikili karbon atomlarının sayı karbon atomlarının ümumi sayının 20%-ni təşkil edir. Bizim formulumuz budur. C5H12. Yəni bizim ümumi neçə karbonumuz var? 5 dənə karbon var. Deyir, ikili karbonların sayı karbonun ümumi sayının, yəni 5-in 20%-ni təşkil edir. Biz bilmirik də bu 5-in neçəsi ikilidir. Ona görə x yazıram. Və bu ikili karbon atom sayı, yəni x 5-in ümumi karbon atom sayı olan 5-in 20%-ni təşkil edir. Buradan da tapırıq ki, x bərabərdir 1. Yəni 5 dənə karbonun 1 karbon ikilidir. Bu alkanı beynəlxalq nomenklaturaya əsasən adını müəyyən edin. İndi biz quruluşumuzu elə yazmalıyıq ki, bir karbonumuz ikili olsun. Belə yazaq. 5 dənə karbonumuz var. Bir dənə ikili olmağı üçün, məsələn, mən bunu belə yazsam, 5 dənə karbonum oldu. Bu birlidir. Bir karbonla birləşdirsə olur birli, ikisi ilə birləşsə ikili, üçü ilə birləşsə üçlü. Bu karbonum üçü ilə birləşib üçlüdür. Bu karbonum ikilidir. Bu karbonum birlidir. Birlidir. Mən nə tapdım? Bir karbonum ikili olmalıdır və mən ikili neçə dənə görürəm? Bir dənə görürəm. Həqiqətən də demək ki, mənim quruluşum beləymiş. İndi bunu adlandıraq. Adlandırma zamanı şaxə çox olan tərəfdən başlayırıq nömrələməyə. 1, 2, 3, 4 adlandırsaq 2 metil butan. Bu da olacaq D variantı.